Azərbaycanın ən böyük xoşbəxtliklərindən biri odur ki, onun həm dənizi var, həm gəmiçiliyi var. Bir çox dövlətlərdə onlar yoxdur. Gəmi qayırma dəryadır. Gəmi tikintisi tarixi bir hadisədir. O, nə bu günün, nə sabahıdır. Gələcək nəsil üçün yeni nəsil gəmilərin tikilməsi, müasir avadanlıqlar təsis olmuş gəmilərin tikilməsi vacibdir. Azərbaycan Xəzər dəniz gəmiçiliyini Bakı Gəmiqayırma Zavodu ilə bağladığı müqaviləyə əsasən 11 ədəd yeni gəmi tikintisi həyata keçirilməli idi. Hal-hazırda bu layihənin 7 ədəd gəmi, müxtəlif layihəli gəmi, 1 ədəd bərə, 3 ədəd tanker, 3 ədəd də 50 nəfərlik sərnişin gəmisində işlər həyata keçirilir. Bizim burada əsas funksiyamız görülmüş işlərin keyfiyyətinə nəzarətdir. Aparıcı mütəxəssislərimiz var. Yeni işlər başa çatdıqda onlar o işləri qəbul edir, sonra növbəti etapa keçirilir. Bakı Gəmiqayırma Zavodu ilə birlikdə biz avadanlıqları bir yerdə seçirik. Onların quraşdırılmasına da biz nəzarət edirik. Burada əsas ergonomika biz fikir veririk. Maşın, mühit, operator arasında olan münasibətdən söhbət edir ki, gələcəkdə gəmiçilər, dənizçilər komfort şəraitdə qarşı qoymuş tapşırığı yüksək səviyyədə yerinə yetirə bilsinlər. 43-cü ildə artıq mən bu sahədəyəm. Ancaq gəmi qayırmanın özündə son 3 ildə biz məşğuluq. Biz gəmi təmirlə məşğul olmuşuq. İllər özü o məsələləri elə həll edib ki, mən özümü çox sərbəst hiss edirəm. Yəni gəminin hansı hissəsindən, hansı komplektindən söhbət gedərsə, mən artıq başa düşürəm ki, söhbət nədən gedir. Mən də çalışıram, öyrəndiyimi gənc nəslə də ötürə bilim. Doğrusu 60 ilin necə gəlib getdiyimi mən dəqiq bilmirəm. Ancaq bir şeyə sevinirəm ki, mən 60 ilin hər dəqiqəsinin hesabatını verə bilərəm. Belə də davam edəcək inşallah.